Salam hörmətli izləyicilər. Bugün yenə qışa tədarik edirik. Bugün cənnət almasından turşu hazırlayacağıq. Cənnət almasından bildiyimiz kimi çox ləzzətli mürəbbə alınır. Bunun üçün almaları təmizləyirik. Daha sonra qaynar suda bir dəfə yüngülcə qaynadıb şərbətlə bişiririk. Ancaq bu dəfə mən cənnət almasından turşu hazırlayacağım. Bunun üçün öncəliklə almaları götürürük. Hər birinin saplağı uzun olduğu üçün saplağının yarısını kəsirik. Daha sonra başında olan bığcığı ayırırıq və yuyuruq. Biz bütün almaları bu formada hazırladıq. Daha sonra mənə lazım olan ərzaqlar su, təbii ki qaynar su. Əgər istəsəniz zövqə görə ata bilərsiniz. Sarımsaq 2 diş, ancaq mən istifadə etməyəcəyəm. Çünki cənnət almasında özünün qoxusunun gəlməsini istəyirəm. Və dəfnə yarpağı. Təxminən düşünürəm ki 2 banka olacaq burada. Ona görə də 4 ədəd dəfnə yarpağı götürmüşəm. Duz və 70% uksus dediyimiz sirkə növü. Belə. İndi mən daha öncədən yuyub qaynar su ilə distillə etmiş olduğum bankanın içinə öncədən yuyub təmizləmiş olduğum almalara və dəfnə yarpaqlarını əlavə edə bilərəm. Öncəliklə qabın dibinə dəfnə yarpağı əlavə edirəm. Məsləhət görürəm ki, eyni zamanda almanızın içinə həm gözəllik, həm də əsr məqsədi ilə xırda, yumru, qara istiot tökəsiniz. Mən əlavə edəcəyim. Təbii ki, zövqə görə istifadə etməlisiniz. Mən təxminən 6-7 ədəd istifadə etdim. Daha sonra üzərinə yuyub təmizləmiş olduğum almalarımı tökürüm. Almaların bir hissəsini tökdükcə bankanı yavaş-yavaş bu şəkildə döyəcləyirəm. İmkan daxilində almaların bir-biri ilə kip oturmasını təmin edirəm. Aralarındakı məsafə çox olduğu zaman qaynar su tökdükdən sonra almalar aşağı yatır və nəticədə boşluq çox olur. Bu da turşunuzun, hazırlamış olduğunuz turşunuzun xarab olmasına səbəb ola bilər. Nəzərinizə çatdırım ki, mən turşumu lezbalı bankada hazırlayacağım. İçinə almaları doldurdum bankamın. Mən indi onun içinə zövqə görə təbii ki əlavə edəcəksiniz. Ancaq burada təxminən yarım kiloluq banka var. Mən bu bankanın içinə təxminən hesabladığım 1 dolu çay qaşığı duz tökəcəyim. Siz banka böyüdükcə duzu da artırmalısınız. Duzumu əlavə etdim. Əgər istəyirsinizsə biraz da çox götürə bilərsiniz. Yəni onsuz da turş olduqca turş meyvə olduğu üçün heç bir problem yaramayacaq. Və mən üzərinə qaynar su alıram. Qəfədanım artıq qaynardır. Suya əlavə edirəm. Suya əlavə etdim. Əlimlə yüngülcə döyəcləyirəm ki, balğanın alt hissəsində qalan hava qoluqçuqları üstə çıxsın. Üst hissəyə 2-3 ədəd qara istiot atıram. İstəsəniz bir ədəd lavlov istə qoya bilərsiniz. Təxminən belə deyim 4-5 damcı ya da belə deyim bir çay qaşığının ucunda sirkə istifadə edəcəyim. 1, 2, 3, 4, 5. 5 damcı sirkə istifadə etdim. Çox sirkə istifadə etmək lazım deyil. İstəsəniz turşunuzun içinə bir ədəd qənd də və yaxud qənd əgər təmiz qənd deyilsə onda yarım çay qaşığı şəkər tuz da əlavə edə bilərsiniz. Ancaq mən şirin dadı sevmədiyim üçün əlavə etmirəm. Və yuyub qaynara salınmış qapağımı bankamın ağzına öncə qabağa daha sonra dala vurmaq şərti ilə bağlayıram. Qapağınızı sıxdığınız zaman əgər atırsa, məsələn atdı, bu şəkildə atırsa artıq bu qapağı istifadə etmək olmaz.
O zaman ikinci qapağımızı yoxlayaq. Təəssüf ki, indi qapaqlar belə olur. Elə yaxşı oldu ki, mən bunu sizə göstərdim. Gördüyünüz kimi olduqca möhkəmdir. Fırlanmır da. Su axmır. Mən bir neçə dəfə hərəkət etdirirəm. Və meyvəmin geri qalanını yuyub təmizləyib digər bankaya əlavə edəcəyim. Hörmətli izləyicilər, qışa tədarik məqsədi ilə hazırlamış olduğum alma turşusu demək olar ki, hazırdır. Mən onu təbii ki, ən az 2 ay saxlamalıyam ki, istifadə etmək üçün. İndi mən onu qaranlıq bir yerə, yəni sadə bir dəsmalın arasına bükəcəyim. Məsələn, bir çay dəsmalı götürün. Onun içine büküp bir gün baş aşağı formada saxlayacağım. Daha sonra çıxarıb evinizdə istədiyiniz yerə, çox qaynar olmayan, normal temperatur, otaq temperaturu olan yerə qoyacaqsınız. Əgər videolarımızı bəyənirsinizsə, onda kanalımıza abunə olmağı, haqqımızda yaxınlarınızla bölüşməyi unutmayın. Diqqətinizə görə minnətdarım.